Hər birinizi yeni videomda salamlayıram dostlar. Bu günləri sizlərə 17 azın ödəniş aldığım proyektdən yenidən sizlərə ətraflı məlumatı verəcəm. Gördüyünüz dostlar, bu bizim qazancımızdır. Qeydiyyat bonusu olaraq 2 azın, gündəlik giriş edərək 1 azın qazanc əldə edə bilərsiniz. Və mən də 20 azın yatırım edərək burada gördüyünüz məhsullardan birini aldım dostlar. Gördüyünüz kimi 30 azınlık bir məhsulu əldə etdim. Hansı ki gündəlik qazancı 6 azındır. Bütün məlumatları sizlərə ətraflı bir şəkildə verəcəm. Və mən buradan bir məqamını da göstərmək istərdim ki, 20 azın çıxarış etdim və balansımıza 17 azın gəldi. Səbəb də nə idi? Buradan biz çıxarış edən zaman komissiya tutulur. Yəni bütün proyektlərdə olduğu kimi gördüyünüz kimi minimum şəkildə 10 azındır və 5-in qatı olmalıdır. Yəni tam rəqəmlər çıxartmalısınız. 15% beləcə komissiya tutulduğundan bizim balansımıza 17 azın ödəniş gəldi. Leobank üzərindən ödəniş aldım. Ödənişin gəldiyində zaten video sonunda ətraflı bir şəkildə göstərmiş olacağım dostlar. Yəni videoda həm yatırımlı, həm də yatırımsız qazanc növlərini göstərəcəm. Gördüyünüz kimi məsələn yatırımsız bir şəkildə gündəlik bonus bölməsi üzərinə klikləyib, qeydiyyat bölməsi üzərinə klikləyib də bir azın biz yenidən qazanmış olduq dostlar. Səhifəni yeniləyirik və balansımızda 8 azın oldu gördüyünüz kimi. Bizim gündəlik, yəni 30 azınlık bir yatırımımıza mənim məhsulların bölməsi üzərinə gəldikdə görürük ki, hal-hazırda iş saat 16 saatdır ki aktivdir və mənə gündəlik olaraq 6 azın ödəniş edir dostlar. Yəni avtomatik olaraq bizim balansımıza gəlirimiz toplanır dostlar. Yəni bizim heç nə etməyimizə ehtiyac yoxdur. Burada gördüyünüz kimi məbləğləri görürsünüz. 90 azınlık bir yatırıma gündəlik 19.50 azın belə desək gəlir əldə edirsiniz və digər burada gəlir növlərində görmüş olursunuz dostlar. Eyni zamanda sizlərə digər yatırımsız qazanc növündə göstərəcəm ki, paylaş üzərinə klikləyib sizlərə verilən link kopyalayıb hər hansı bir şəxsi göndərirsə, həmin şəxsin sizə qeydiyyatdan keçib yatırım etdiyi təqdirdə müəyyən faizlərlə qazanc əldə etmiş olursunuz dostlar. Eyni zamanda dostlar bir məqamı da sizin ətraflı bir şəkildə nəzərinizə çatdıracağam. Burada gördüyünüz kimi hər ödənişinizin şəklini paylaşdığınız zaman sizlərə bir azında hədiyyə olmuş olur dostlar. Yəni 1 azın ilə 10 azın arasında sizlərə hədiyyə edilmiş olur dostlar. Mən buradan bütün çıxarış proseslərini göstərəcəm. Çıxarış etmək üçün pul çıxar bölməsinin üzərinə klikləyib əvvəlcə Leobank və yaxud da digər kartlardan öz kartınızı əlavə edirsiniz. Daha sonra kart əlavə etdikdən sonra çıxarış məbləği bölməsindən çıxarış məbləğini təyin edərək çıxarışınızı edə bilərsiniz dostlar. Əlbəttə ki, müəyyən bir komissiyada tutulur dostlar. Balansı artır bölməsinin üzərinə klikləyib, tutaq ki 30 azınlık bir yatırım etmək istəyirəmsə, ödəniş kanalı 1 təsdiqləyirəm və buradan ödəniş məşğuldur, başqa üsulu seçin deyir. Yəni bəzən saat 9-dan 21:00-dək mövcud olur depozit. Yəni bu deməkdir ki, saat 9-dan tez və yaxud da 21:00-dan gec siz yatırım edə bilmərsiniz dostlar. Bu aralıqda yatırım edirsiniz. Təsdiqlə bölməsi üzərə klikləyəcəksiniz. Sizlərə verilən kartı göndərirsiniz və həmin kartın qəbzini göndərdikdən sonra ödəniş sizin balansınıza 30 dəqiqə ərzində gəlmiş olacaq dostlar. Hər hansısa da bir sonuca müştəri xidmətləri vasitəsilə birbaşa olaraq əlaqə saxlaya bilərsiniz dostlar. İndi ödənişin gəldiyini sizlərə ətraflı bir şəkildə göstərim. Gördüyünüz kimi dostlar bizim ödənişimiz gəlib. Sayt həqiqətən də ödəmə edir. Kanalımıza abunə olub bildirimləri açmaq və video like atmağı unutmayın. İndi hər birinizə çox təşəkkür edirəm. Sağ olun, salamat qalın.